Hamı elə bil ki, Almanca öyrənmək çox çətindir, amma xeyr, Almanca öyrənməkdə yəni heç də çətin zad bir şey, heç nə yoxdur. Gəlin cəmi sıfırdan, yəni heç nə bilməyən tələbə mənim bu videoma baxsın, heç nə bilməyən tələbə mənim bu videoma baxsın. Həmin tələbə 4-5 dəqiqə içində, sıfırdan 4-5 dəqiqə içində artıq Alman dilində cümlə strukturunu fərqli zamanlara görə, indiki, gələcək, keçmiş zamana görə tam başa düşəcək ki, burada heç də çətin zad bir şey yoxdur. Azərbaycan dili Alman dilindən də qat-qat çətindir. Bütün türk dilləri. İndi baxın. Deməli, gəlin sizə Alman dilində sıfırdan heç nə bilməyən tələbə baxsın, qəşəng Alman dilində 3 dənə zamanını necə quracağıq ki, danışıq çox istifadə zamanlardır. Tam başa düşəcəksiniz. Başlayaq. Deməli, qeyd edin. Wir. Wir. Biz deməkdir. Qeyd edin dəftərə. Wir biz. Biz deməkdir wir. İndi gəlin sizə 2 dənə feil deyəcəm. Birinci feilimiz olacaq ödəmək. Bezahlen, bezahlen oldu ödəmək. Növbəti feilimiz besuchen, besuchen oldu baş çəkmək və də kimsə ziyarət etmək, yəni, okey? Deməli, bezahlen ödəmək, besuchen ziyarət etmək feilimiz oldu. İndi deməli, biz necə deyirik Azərbaycanda? Bizə nədir? Ödəmək, ziyarət etmək. Məsələn, biz nə deyirik? Biz ödəyirik. Biz demirik ki, biz ödəmək. Elə deyirik? Təbii ki, yox. Biz deyirik, biz ödəyirik. Maqmək düşdü, görürsünüz? Gör, feilin kökü nə qədər hərf gəldi? 4-5 dənə hərf gəldi. Amma Alman dilində nə olacaq? Heç nə, olduğu kimi qalacaq. Biz ödəyirik. Wir bezahlen. Onlar deyir, biz deyirik, biz ödəyirik, onlar deyir, biz ödəmək. Nə var ki, onu yadda saxlamağa? Alman öyrənmək heç çətin zad deyil. Diqqətlə baxın. Növbəti. Ziyarət etmək nədir yenə? Biz ziyarət edirik. Nə olacaq? Yenə olduğu kimi qalacaq. Wir besuchen. Biz deyirik, biz ziyarət edirik. Bunlar deyir, biz ziyarət etmək. Amma biz demirik Azərbaycanda biz ziyarət etmək. Bizdə dəyişir. Yəni xaricinin Azərbaycandan öyrənməyə çox çətindir. Okay? Bunlarda olduğu kimi qalır. Wir bezahlen. Wir besuchen. Yəni biz ziyarət edirik. Amma biz ödəyirik, hə? Wir bezahlen. Okay? İndiki zamanı izah elədim necə qoyuruq. Keçdik növbəti zamana, gələcək zaman. O da çox sadə. Yadda saxlayın. Məsələn, bizdə indi burada fərqlidir. Bizdə məsələn köməkçi feil deyil. Bizdə feil özü dəyişir. Yəni, okey, yəni gələcək zamana uyğun feilə şəkilçi, yəni gələcək zaman şəkilçisi əlavə olunur. Məsələn, indiki zaman oldusa biz ödəyirik, gələcək zaman nədir Azərbaycanda? Biz ödəyəcəyik. Gördünüz? Yəni feilin kökü nə qədər hərflər gəldi. Yəni şəkilçi artırıldı. Amma Almanca nə olacaq? Bir dənə köməkçi feil şəxs əvəzliyindən sonra köməkçi feil gələcək. Werden qeyd edin. Gələcək zaman köməkçi feilidir. Werden olacaq nə? Və sonda da ödəmək olduğu kimi qalacaq cümlənin sonunda. Deməli, birinci şəxs əvəzliyi olur nə? Biz ödəyəcəyik. Deməli, wir werden bezahlen. Oldu, biz ödəyəcəyik. Wir werden bezahlen. Oldu, biz ödəyəcəyik. Məsələn, biz hesabı ödəyəcəyik. Wir werden die Rechnung bezahlen. Gördünüz? Nə var ki, bunu qurmağa? Olduğu kimi qalırlar da. Next. Keçsin növbəti. İndi necə olacaq? Biz ziyarət eləyəcəyik. Və ya da biz səni ziyarət eləyəcəyik. Səni dich deməkdir. O da ki, köməkçi feil werden. Gələcək zaman köməkçi feildən sonra gələcək. O da wir werden dich besuchen. Wir werden dich besuchen. O da ki, biz səni ziyarət eləyəcəyik. Yəni, burada heç çətin bir şey yoxdur. Gördünüz? Amma bizdə feilin sonuna nə qədər hərf gəldi. Yəni, gələcək zaman şəkilçisi. Gələcək zamanda başa düşdünüz. Keçdik keçmiş zamana. O da çox sadə. Bizdə yenə feilə keçmiş zaman şəkilçisi gəlir. Məsələn, biz ödədik, biz demiş biz ödəmək. Hamısı ayrıda biz ödəyirik, ödəyəcəyik, ödədik. Yəni, biz ziyarət eləyirik, ziyarət eləyəcəyik, ziyarət elədik, yəni baş çəkdik. Bu da Alman dilində çox sadə. Bunu sizə izah edeyim. Deməli, burada yenə köməkçi feil olacaq, amma başqası haben. Haben yadda saxlayın, dəftərsə qeyd edin. Və sonda da, baxın, bu iki feilin sonu necə qurtar? Hamısı endir də. Yəni, bizdə feillər necədir? Maqmək, gəlmək, getmək, danışmaq. Hamısı endir, sonluq endir də, maqmək. Bunlarda da sonlar, yəni bunların məsləri Almanda axırı endir. Keçmiş zaman qurmaq üçün ikinci yerdə o haben feili gələcək şəxs əvəzindən sonra və feildə də baxın, sondakı n, 2 dənə hərfi silirsiniz, bir dənə t artırırsınız. İndi necə olacaq? Biz ödədik. Wir haben bezahlt. Gördünüz? Da deyənmər ya, wir haben bezahlt. Dedim, qaydadır. N silirsiniz, t olur. Wir haben bezahlt. Biz ödədik. Məsələn, biz hesabı ödədik. Wir haben die Rechnung bezahlt. Gəlin, öyrəndiyimiz 3 zamana görə deyim. Məsələn, biz hesabı ödəyirik. Qayıtdıq 2 zamana.
Necə olur? Biz ödürük hesabı. Biz nə idi? Wir. Ödəmək nə idi? Bezahlen. Wir bezahlen die Rechnung. Bu oldu indiki zaman biz hesabı ödəyirik. İndi gəldiyi zaman deyək. Biz hesabı ödəyəcəyik. Gəldiyi zaman hansı köməkçi fe'lini qurdu? Werden. Və fe'lin özü bezahlen olduğu kimi qalacaq. Wir werden die Rechnung bezahlen oldu. Biz hesabı ödəyəcəyik. Amma biz hesabı ödədik oldu. Wir haben die Rechnung bezahlt. En düşdü tır gəldi. Və haben köməkçi fe'lindən keçmiş zaman görə istifadə olundu. Sonra biz ziyarət etdik. Yenə besuchen-də en düşədə tır gələcək. Wir haben besucht. Biz ziyarət etdik. Nə var ki burada? Cəmi 5 dəqiqə sıfırdan mən sizə 3 dənə zaman qurmağı öyrətdim. Qəşəng-qəşəng öyrənin və bu videonu izləyən tələbələrə də xüsusi onlayn Almanca qrupusunun aylıq endirimi var. Aylıq 50 manat yox, ayda yalnız 25 manat ödənişəcəksiniz. Kim mənə bu videondan skrin eləyib WhatsApp-ma göndərsə. Buyurun. Danke, tschüss.